Son 20 ildə, o 25 ildə Bakının əhalisi az qala 2 dəfə artdı. Ortada o alıcılar, maklerlər qazanır. Əlbəttə. Amma fermer qazanmır. Əslində bizim ixrac elədiyimizdən çox ixal elədiyimiz məhsullar var. Məhsul çoxdur, istehsal çoxdur. Amma faktiki olaraq o yerli məhsul deyil. Tabe olan işçiyə daha çox maaş verilir. Bəli. Biliyi olanlara. Bəli, tamamilə doğrudur. Banklar 19-cu əsrdir. Heç 20 də deyil ha. Ayda bir dəfə bir qaynanadan bir toyuq gəlir. Əlbəttə 2 kilo ət gətirir. Əslində biz də hekayə ilə zəngin ölkəyik. Əlbəttə, Amma tamamilə hekayəni doğrudur. satmır. Sata bilmirik. Bir kənd tapıblar. Deyiblər, oranı da qəşəng düzəldiblər. 400 min turist qəbul edirlər. Avtomobil parkımız həddindən artıq köhnədir. Bizdə 1000 nəfərə düşən, Allah uzaq eləsin, qəza statistikalarına baxanda ölüm sayları çox, həddindən artıq çox. Biz elə rüsumlar qoymuşuq ki, Alman bizdən az qazanır. Biz istehsalçıdan Məsələn, görmükdən çox alırıq. Salam dostlar, növbəti podkastımızdan sizi salamlayıram. Bu dəfəki qonağımız iqtisadçı Natiq Cəfərlidir. Ona bizim suallarımız çoxdur. Bu sualların içində kreditlər, ipoteka götürmək və məhsulların qiyməti ilə bağlı müxtəlif tipli suallar var. Elə birinci suallarımızdan biri də məhsullarla bağlı olacaq. Əvvəlcə Natiq müəllim xoş gəldiniz, dəvətimizi qəbul elədiniz. Natiq müəllim, sizə sualımız budur ki, hansı məhsullar indiyə qədər bahalaşıb və onların bahalaşmasının səbəbi nədir? Əslində Azərbaycanda qiymətlərlə bağlı iki məsələyə diqqət yetirmək lazımdır. Bir, dövlət tərəfindən tənzimlənən qiymətlər var. Yanacaq qiymətləridir, kommunal təsərrüfat, kommunal xidmətlərin qiymətidir və tənzimlənən qiymətlərin artması digər sahələrə də təsir göstərir. Məsələn, ən son biz dizel yanacağının 20% təqribən bahalaşmasını gördük. Benzinin qiymətində müəyyən artım gördük. Onların da digər sahələrə təsirləri var. O birisi istiqamət isə Azərbaycanda belə deyək, tənzimlənməyən qiymət, dövlət tərəfindən tənzimlənməyən qiymətlərdə başqa amillər təsir göstərir bahalığa. Bu ən birinci amil ithal inflyasiyasıdır. Biz özümüzü çox az təmin edə bilirik müxtəlif mal və məhsullarla. Elə məhsul növləri var ki, bizdə xaricdən alınması az qala 100%-ə yaxınlaşır. Ərzaq məhsullarında təqribən 50%-in 50-nin 50-yədir, necə deyərlər, 50% biz özümüzü təmin edə bilirik, amma 50% də idxaldan asılıyıq və idxaldan asılı o deməkdir ki, dünya bazarında konjunkturda bir dəyişiklik olanda, logistika bahalaşanda, yanacaq qiymətləri son bu körfəz hadisələri zamanı kifayət qədər bahalaşdı, neft qiymətləri, onların qiyməti artanda istər-istəməz dünyada da bir inflyasiya dalğası yaranır və biz xaricdən nə alırıqsa daha baha alırıq. Və nəticə etibarilə daxildə qiymətlərin artımının şahidi oluruq. Ona görə də ümumi götürsək, bizdə hər şey bahalaşıb, açıq. Rəsmi inflyasiya hardasa 6% civarındadır. Bu o deməkdir ki, rəsmi inflyasiya daxil olan bütün mal və xidmət növlərində artım müşahidə olunub. Rəsmi statistikaya biz baxanda görürük ki, azalan qiymət demək olar ki, yoxdur. Biraz çox, biraz az, amma demək olar ki, bütün istiqamətlər üzrə qiymətlər artıb. Onu da dediyim kimi əsas səbəblərindən biri bizim özümüzün daxili istehsalımızın zəif olmasıdır. Məsələn, bir ara dabaq xəstəliyi oldu. Bəli. Onun üçün ya ət bahalaşdı, ya tapılmadı, ya dondurulmuş ətlərə üst tutuldu. Amma mən bir şeyi müşahidə eləmişəm son vaxtlar. Heç biz əti gündəmə gətirdiyimiz vaxtda ətin qiymətində çox artım yox idi. Amma məsəl üçün mən hər dəfə 20-21 manat aldığım quzu ətini dünən məsələn 22 manat almışam. Və heç bununla bağlı heç bir xəbər də yoxdur ki, qiymət artıb. Yəni bu birdən-birə belə baş verir. Əslində birdən-birə deyil. Gəlin belə yenə buna bir elmi yanaşsaq, son 5 ildə Azərbaycanda iri buynuzlu malqaranın sayı təqribən 260 minə yaxın, xırda buynuzlu, yəni qoyun və keçi sayı təqribən 1,7 milyona yaxın azalıb. Məntiqlə iqtisadiyyatın qanunudur. Hansısa növ məhsul azalırsa, onun qiyməti qalır. İkinci səbəb, sırf ətdən danışırıqsa, son zamanlar yemin bahalaşması, dərman preparatlarının bahalaşması, yəni veterinar xidmətlərlə bağlı. Bunun da təsiri var və qiymətlər artır. Məhsul azalır, məhsulun başa gəlməsi üçün xərclər artır və qiymətlər də yüksəlir. Digər bir səbəb isə, bu biraz belə iqtisadi fəlsəfidir hətta. Bu ətlə məşğul olanlar da alıcıdırlar da. Onlar görürlər ki, hər şeyin qiyməti qalxır.
Yəni Yəni onlar onu düşünürlər ki, yaxşı mən dünənə qədər məsələn kərə yağını bir qiymətə alırdımsa, indi başqa qiymətə alıramsa, mən də qiymət artırım ki, heç olmasa o qiymət artımının arxasınca çata bilim. Və yaxud da qeyri ərzaq məhsulları olsun, geyim olsun, elektrotexnika olsun. Hər şeyin qiyməti qalxırsa, ət istehsalçıları, fermerləri günahlandırmaq olmur ki, siz niyə qiyməti qaldırırsınız? Ona görə də bütün bu səbəblər cəmlənəndə sizin dediyiniz mənzərəni biz görürük. Amma əsas səbəb dediyim kimi malqaranın azalmasıdır. Bəs Natiq müəllim, indi siz dediniz malqaranın azalması. Bu yəni nəticədir. Buna gətirən səbəblər nələrdir? Çünki bir müddət bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyi belə bir açıqlama deyək də buna yaydı ki, xırda buynuzlu heyvanların azalmasının səbəbi insanlar qoyunları daha erkən vaxtda kəsirlər. Çünki bu bizim mentalitetdən irəli gəlir. İnsanlar daha cavan belə deyək də heyvan əti yemək istəyirlər. Ona görə heyvanların sayı azalır. Bu əslində çox qəribə açıqlamaydı. Ya biz son 10 ildə dəyişmişik, mentalitetimiz dəyişib. Ya da bu açıqlamanın belə deyək də tutarlı tərəfi yoxdur. Çünki 10 il bundan qabaq artırdı malqara. Nə oldu ki 10 il bundan qabaq? Onda da yenə cavan quzat yeyirdi. Cavan quzat yeyilirdi də hamı. Yəni onun heç bir təsiri yoxdur açıq. Heç bir təsiri yoxdur. Çünki bir məhsul satılırsa və yaxşı qiymətə satılırsa və bu gəlir gətirirsə, onu yetişdirən insanlar daha çox bunu yetişdirməyə çalışmalıdır. Məntiq bunu deyir. Bizdə malqaranın sayının azalmasının əsas səbəblərindən biri örüş yerlərinin kifayət qədər qeyri-effektiv istifadəsidir. Ya texniki bitkilər əkildi zamanında, pambıq və s. bu tipli texniki bitkilər əkildi, ya da qeyri-rasional istifadə olunur. Yəni bəzi insanlar, varlı insanlar və yaxud da vəzifəli şəxslər torpaqları götürürlər örüş yerlərində əsasən və ondan istifadə eləmirlər. Və yaxud da effektiv istifadə eləyə bilmirlər və nəticə etibarilə yemin qiyməti qalxır. Və yemin qiyməti qalxanda da bu avtomatik olaraq malqaranın qiymətinə, ətin qiymətinə də təsir edir. Həm də bilirsiniz, insan bir dəfə dünyaya gəlir də, necə deyərlər. Fermer də düşünür ki, mən bu qədər əziyyət çəkirəm, mən bu qədər üzülüm. Doğrudan çox əziyyətli işdir. Doğrudan çox əziyyətli işdir. Və yeri gəlmişkən elə bu mötərizə açaraq bu kontekstdə biz ona da hazır olmalıyıq ki, yaxın gələcəkdə kənd təsərrüfatında və fermerliklə, ümumiyyətlə bu işlə məşğul olan sayı azalacaq. Obyektiv səbəbdən azalacaq. Çünki gənclər kənd təsərrüfatında işləmək istəmir. Dünya elə bir açılıb, dünyaya elə bir vəziyyətə gəlib ki, kənd yerində yaşayan gənclər artıq internet vasitəsilə bütün dünyaya, necə deyirlər, inteqrasiya olurlar. Onlar fermer olmaq istəmir. Hə, biz o qədər böyük qazanc gətirə bilən bir sahə yaratmalıyıq ki, əlavə dəyər yaratmalıyıq ki, bu sahədə. Gənclər burada maddi marağa görə qalsınlar. Yəni, düşünsünlər ki, mən şəhərə gəlib, kirayədə yaşayım, tikintidə işləyim, 1200-1500 manat maaş alım maksimum. Amma mən elə öz kəndimdə qalım, fermerliklə məşğul olum, aya 10.000 qazanım. Bax, 10.000 qazana bilsə, o zaman orada işləmək istəyənlərin, həvəsi olanların sayı artacaq. Bizdə həm qazancazdır, kənd təsərrüfatında, fermerlikdə, həm əziyyətli işdir, doğrudan əziyyətli işdir. Və nəticə etibarilə insan da görür, yem bahalaşır, hər şey bahalaşır, işləmək mümkün olmur. O zaman da kənd təsərrüfatı ilə məşğul olmaqdan vaz keçib Bakıya köçür. Və mən ona görə Bakıya köçür deyirəm ki, statistikada onu göstərir ki, son 20 ildə, 25 ildə Bakının əhalisi az qala 2 dəfə artdı. həm də hər il qarşılaşdığımız bir mənzərə var. Məsəl üçün atıram da indi pomidoru əkib, pomidorun kilosu məsələn şəhərdə 2 manatdan aşağı düşmür. Amma o adam əkdiyi sahədə ağlayır ki, mən burada 20 qəpiyə verirəm, məsəl üçün alan yoxdur. Tamamilə doğrudur. 40 qəpiyə verirəm, alan yoxdur. Və hətta yadınıza salın, bir belə qulağa xoş gələn bir layihə elan olunmuşdu rəsmi qurumlar tərəfindən tarladan süfrəyə. Və bu çox reklam olunurdu vaxtilə ki, fermerlər birbaşa tarladan süfrəyə məhsulunu sata biləcək. Nə oldu? O proqram işləmədi. Şəhərdə müəyyən yerlərdə yarmarkalar təşkil olundu, amma heç nə alınmadı. Alınmadı. Çünki o yarmarkalarında, belə deyək, öz sahibləri peyda oldu, yerlər satıldı, insanların o yarmarkalara çıxış imkanları məhdudlaşdırıldı və nəticə etibarilə bizdə fermerdən son istehlakçıya qədər böyük bir neçə əldən keçən bir zincir yaranır. Ona görə qiymətlər, həm də ona görə qiymətlər artır. Mən fermerin çox qazanmasının tərəfdarıyam.
Və bununla da bağlı çox məntiqli təkliflər də var. Zaman-zaman da səsləndirmişik. Bizdə böyük pərakəndə satış şəbəkələri var da, mağazalar var, marketlər şəbəkələri var. Onlara güzəşt eləmək lazımdır, vergi güzəşti ki, siz birbaşa fermerlə müqavilə bağlayın. Yəni kim birbaşa fermerlə müqavilə bağlasa, məsələn deyirəm, əlavə dəyər vergisi 18% yox, 16% ödəyəcək. Bəlli məbləği keçəndən sonra, məsələn, siz 10 milyon manatlıq müqavilə bağlasanız, sizə 2% vergi güzəşti olacaq. Bu zamanda o şəbəkələrin marağı olacaq ki, geçsinlər özləri fermerlə birbaşa əlaqə saxlasınlar, birbaşa onlarla müqavilə bağlasınlar, birbaşa onlarla işləsinlər. Bu təşviq yoxdur deyə, o zaman kənd təsərrüfatında, rayonlarda yaşayanların min bir əziyyətlə ərsəyə gətirdiyi məhsulu bazara birbaşa çıxarda bilmir. Yəni, tarladan, yəni fermerin həyətindən bazara çıxana qədər məhsul az qala 8 dəfə, 6 dəfə, 5 dəfə ən azı bahalaşır. O bahalaşmanın dəyəri fermerə getsəydi, yenə də buna da razı olmaq olardı ki, onun maddi texniki bazası yüksələcək. Gedib bir traktor alacaq, gedib hansısa bir dron olacaq, dronla sulayacaq məsələn öz sahəsini. İndi çox ciddi yayılmış bir məsələdir. Və yaxud da dronla öz sürüsünü otaracaq. Avstraliyada məsələn gəncləri cəlb eləməkdən ötürü o dron texnologiyalarından istifadə edirlər. Gənclər də maraqlıdır. Onsuz da evdə oturub kompüter oyunları oynayır. Siz deyirsiniz, ciddi şəkildə bu işlə məşğul olur. 8 dəfə bahalaşır, 7 dəfə bahalaşır. Məsələn, onu gətirəcəm. Bir məhsulun qiyməti artır. İstər marketdə olsun, istər bazarda olsun. Amma heç vaxt azalmır. Amma o məhsul ola bilər ki, bu il az olub, növbəti il çox olur, amma yenə də qiymətdə dəyişən bir şey olmur. Yəni o qiymət fərq eləyir fermerə. Bəli. Amma ortada o alıcılar, maklerlər qazanır. Əlbəttə. Amma fermer qazanmır. Yəni bu necə dəyişə bilər? Bu necə dəyişə Onun bilər? yeganə yol dediyim kimi fermerlərin də, satıcıların da, pərakəndə satıcıların da stimulu yaradılmalıdır dövlət proqramı çərçivəsində. Onların vergi güzəştləri olmalıdır. Mütləq. Başqa yol yoxdur açıq. Çünki mən tutalım ki, mən indi keçək səhnənin bu biri tərəfinə, dayanaq pərakəndə satışla məşğul olanların yanında. Onun üçün nə fərqi var ki? Heç bir fərqi yoxdur. Kim gətirir onun məhsulunu? Heç bir fərqi yoxdur. Aldığı məhsulu üzərinə 20%, 25%, 10%, 15% baxır bazardakı dəngiyə görə qoyur satır. Amma siz ona deyəndə ki, qardaş, get fermerlə müqavilə bağla. Birbaşa ondan al. Bax, sənin vergində 10 milyon güzəşt eləyəcəm. Yəni, ümumi faiz nisbətində götürən. Təbii ki, maraqlı olacaq. Hətta özü bir işçi götürəcək. Ki, get, rayonları gəz, danış, fermerlərlə müqavilə bağla, birbaşa müqavilələri qeydiyyatdan keçirib, Kənd Təsərrüfatı Nazirliyinin bir portalı var. Orada da qeydiyyatdan keçmək mümkündür. Yəni, orada qeydiyyatdan keç. Get özün, bu işlə sən məşğul ol və onun nəticəsində də mən böyük dövriyyə əldə eləyəndən sonra mənə də hökumət, dövlət tərəfindən də güzəştlər təqdim olunacaq. O sənədləri mən verəcəm Vergilər Departamentinə, İqtisadiyyat Nazirliyinin. O da baxacaq ki, mən bu qədər iş görmüşəm, mənə güzəşt eləyəcək. Yox da o stimullaşdırıcı addım. Stimullaşdırıcı addım yoxdursa, mən pərakəndə satış rəhbəri kimi niyə bu işə işçi ayırmalıyam, zaman ayırmalıyam, maaş ayırmalıyam? Bilmə ki, oturmuşam da kim gətirər, onun da malını satar. Burada da uduzan yenə fermer olur. Və o ki qaldı, sizin dediyiniz məsələnin bir başqa maraqlı tərəfi də var. Əslində, bizdə nazirlik, Kənd Təsərrüfatı Nazirliyi beyin mərkəzi rolunu oynamalıdır həm də. Məsələn, fermerlərə öncədən proqnozlar verməlidir. Məsələn, deməlidir ki, gələn il nə əksəniz yaxşı olar. Bu göstəriş vermək deyil. Bu Sovet sistemi deyil. Yəni kütləvi şəkildə hamı soğan əkməsin, hamı pomidor əkməsin. Eyni problemi biz illərdir, 10 illiklərdir yaşayırıq. Bir il soğan əkir hamı, soğan olur 1 qəpik, 5 qəpik, 10 qəpik. Sonra gələn il hamı yanır, əkmir. Gələn il soğan olur 1 manat, 2 manat. O birisi il yenə deyirlər ki, yenə 1 manat, 2 manat oldu, yenə əkək. Bax, belə çox qəribə qısır döngə yaranır. Bu statistikaya yox, yəni bu ağızdan ağıza gəzən sözlərə görə tamamilə doğrudur. Amma Kənd Təsərrüfatı Nazirliyi bir beyin mərkəzi rolunda oynamalıdır. Demək olar ki, o subsidiyalara görə bütün fermerlər oradan qeydiyyatdan keçmək məcburiyyəti var da. Özlərinə də sərf edir qeydiyyatdan keçmək ki, müəyyən məhsullar növü və fəaliyyət növünə görə subsidiyalar alınır. Kənd Təsərrüfatı Nazirliyi onlara bir bildirişlər göndərə bilər, onlarla bir işləyə bilər, onlarla görüşə bilər və deyə bilər ki, bax, bizim proqnozlarımıza görə gələn il filan qədər pomidor əkmək lazım olacaq, bizə bu qədər pomidor lazım olacaq, bu qədər kələm lazım olacaq, kök lazım olacaq və bunun proqnozlarını öz saytlarında hətta
elan eləyə bilərlər ki, bax bizim gözləntilərimiz bu səviyyədədir və yaxud da indi yeni bazarlara çıxış axtarılır. Çoxdandır bu iş görülməli idi, nəsə gecikdirilirdi, amma indi təzədən başlayıblar. Məsələn, biz Rusiya bazarından çox asılıyıq kənd təsərrüfatı məhsullarının ixracatında. Bizim satdığımız məhsulun 80-85%-i ixrac etdiyimiz Rusiya bazarıdır. Bu asılılıqdır da, sabah oradan da bir xəstəlik tapılır, nə bilim, bir başqa problemlər yaşayır, fermerlər əziyyət çəkir. Ona görə də qərar alındı ki, bir neçə il, 2-3 il bundan qabaq ki, biz Körfəz ölkələrinə, Pakistana, dost və normal münasibətdə olan ölkələrə açılaq. Hələ ki bir şey yoxdur açığı, ciddi rəqəmlər biz görmürük. Amma ən azından buna cəhdlər var da, düzdürmü? Bu cəhdlər həm də ondan xəbər verir ki, bizim fermerlərlə o Kənd Təsərrüfatı Nazirliyi həm də beyin mərkəzi kimi ona görə işləməlidir ki, orada oyun qaydaları fərqlidir başqa bazarlarda. Orada qablaşdırma fərqlidir. Onun keyfiyyətə nəzarət fərqlidir. Biz öyrəşmişik, Sovetdən qalma bir yanaşmamız var idi. Qəzetə pomidoru bişirsən, yeşiyə qoysan, aparsan Rusiyada satırsan və salam. Amma ərəb bazarı elə deyil. O səndən sertifikat istəyəcək. O səndən Yəni standartlara uyğun qablaşdırma istəyəcək. Bizim fermerlərin ondan xəbəri yoxdur. Və onların günahı deyil. Açıq. Onlarla işləmək lazımdır. Ona görə deyirəm ki, hər bir nazirlik özlüyündə bir idarəedici qurumdan əlavə bir beyin mərkəzi və bir köməkçi vasitəyə çevrilməlidir. İstənilən nazirlik. Amma əsasən də Kənd Təsərrüfatı Nazirliyi. Və bunlar olmasa, bax bu strukturlarda bu dəyişikliklər olmasa, insanları qınamaqla ən asan yoldur. Məsələn, sizin dediyiniz o açıqlamadakı kimi ki, quzunu yeyirsiniz, ət bahalaşır. Bundan asan nə ola bilər? Ən asan belə qınama metodudur, necə deyirlər. Bir də indi siz danışdınız ixrac məsələsindən. Əslində bizim ixrac elədiyimizdən çox ithal elədiyimiz məhsullar var. Bu da istər-istəməz qiymətlərə təsirini göstərir. Qarşıdakı ildə bu 2026-cı ildə artıq 5 ayını geridə qoymuşuq, 6-cı aydayıq. Hansı məhsullar və xidmətlərdə qiymət artımı gözlənilir? Onsuz da biz o qiymət artımını görürük. Sadəcə olaraq o qabarıq şəkildə hiss olunacaq hansı sahələrdir? Gəlin belə danışaq da, dünyada çoxdandır belə bir yanaşma var. İnflyasiyanı hesablayanda bir ümumi elmi metodoloji əsaslara görə hesablayırlar. Bu doğrudur, bəli. Bu mənzərənin böyüklüyünü göstərir və mənzərənin tamamını görməyə imkan verir. Bir də 30-35 adda gündəlik tələbat məhsulları inflyasiyası ayrıca hesablanır. Məsələn, Türkiyədə bu çox geniş yayılıb, Gürcüstanda bu metodologiyadan istifadə olunur, Avropa ölkələrində olunur. Bizdə bu yoxdur da. Bizdə inflyasiya hesablayanda təqribən səhv eləmirəmsə 570 ya 580 adda mal və xidmətləri, qiymət artımını, qiymət dəyişməsini orada qeydiyyatdan keçirirlər. Amma orada elə məhsullar var ki, əhalinin maraqlanma, avokadonun qiymətinin qalxmağının kimə nə dəxli var da? Qalxır, kim xoşlayır, gedər, yeyər də. Amma o da inflyasiyaya təsir edir. Biz əgər belə hesablasaq, bu metodologiyanı dəyişsək, gündəlik tələbat məhsulları 30-35 adda da hər gün hər birimizin istifadə etdiyimiz məhsulları götürsək, orada inflyasiya daha yüksəkdir. Və bu daha narahat edici faktordur. Çünki gündəlik tələbat məhsullarının qiymətinin artması əhalinin güzəranına, dolanışığına daha pis təsir göstərir də. Yəni, mən hər gün aldığım məhsullar, hər gün də qiymət artımı. İstəyir makaron olsun, qarabaşaq, düyü, yağ, pomidor, xiyar, tərəvəz, bunlar hər gün kartof, soğan, bunlar bizim gündəlik tələbat məhsullarımızdır. Amma məsələn, çap qiymətləri artıb, bəzi insanlara bu təsir eləyəcək. Amma bu əhalinin tamamına təsir eləməyəcək. Amma ümumi inflyasiyanın içində hər şey vardı ya, orada rəqəm aşağı görünür. Məsələn, 6% görsənir inflyasiya Azərbaycanda. Biz onun içindən gündəlik tələbat məhsullarını çıxardıb hesablasaq, görəcək ki, burada daha çox. 10%, 12%, bəzən 15% inflyasiya olur ki, bu da insanların real gəlirlərini yeyib bitirir. Real gəlirin artmasına imkan vermir. Sizin sualınıza gələndə bu məhsul növlərinə bölsək, gündəlik tələbat məhsulları növləri yenə qalxacaq. Yenə qalxacaq. Çünki tələbat var da adı üstündə. Ona görə də ya biz bunun yerli istehsalını artırmalıyıq, ya da ithalla bağlı, ölkəyə gətirilməsi ilə bağlı bəzi qaydalarda dəyişiklik eləməliyik. Nədən söhbət gedir də? Elə məhsul növü var ki, bizdə yerli istehsalı təşkil eləmək olar. Məntiqlə də olar, amma eləmiriksə, ithal eləyiriksə xaricdən, o sosial yönümlü məhsulların vergi və gömrük dərəcələri aşağı salınmalıdır. Əsasən də məsələn uşaq yeməkləri. Uşaq yeməkləri çox bahadır.
50 manat, 60 manat, 80 manat, 100 manat. 5 gün, 6 gün bəs eləyən qabdakı uşaq yeməklərini 70-80 manatdır qiymət. Biz də istehsal eləmirik. Məntiqlə nə etməliyik? Məntiqlə bunun ƏDV-sini ləğv eləməliyik. Bunun gömrük rüsumunu ləğv eləməliyik. Bu ƏDV və gömrük rüsumu ləğv eləsək, hardasa bir 30% qiymət ucuzlaşa bilər. Azdırmı? Az deyil. 50 manatlıq olacaq, hardasa 35 manat. Heç olmasa belə təsir eləyə bilər. Amma bizdə belə çevik vergi siyasəti yoxdur. Bizdə ƏDV, belə deyək də, müqəddəs bir faiz nisbətidir, 18%. Hər şey 18%. Elə olmalı deyil axı. ƏDV çox çevik olmalıdır. Qızıla, brilyanta, nə bilim belə lüks segmentə neçə hissən təyin elə? 25% təyin elə. O gündəlik tələbata uyğun deyil. Kim brilyant istəyir, gedib alanda vergisini ödəsin, məsələn. Amma siz ərzaq məhsullarıdır, uşaq geyimləridir, uşaq yeməkləridir, uşaq bezləridir. Bu istehsal bizdə yoxdursa, onun bu qədər yüksək rüsumlarla və yaxud da vergiləndirmə sistemi ilə cəlb olması doğru deyil. Heç doğru deyil. Bir də başqa bir məsələ də var da, başqa bir problem də var, necə deyərlər bizdə. Bizdə yerli istehsal adı altında olan məhsulların bir çoxu yerli istehsal deyil. Qablaşdırma. Bu çox ciddi problemdir. Məsələn, biz istənilən marketlərə girək, çoxlu sayda Azərbaycan brendləri altında çay satıldığını görürük. Müxtəlif adlarda. 20-25 adda çay növü satılır. Bizdə o qədər çay kolu yoxdur. Yoxdur da, Astarada, Lənkəranda, Uzaqbaşı bizim tələbatımızın bir 7%-ni, 6%-ni qarşılayan çay kolları var. Biz alırıq Şri Lankadan, Ceylondan, başqa ölkələrdən, Hindistandan, onu qablaşdırırıq, çıxardırıq, adı da olur Azərbaycan çayı. Elə bir maşının bütün ehtiyat hissələri gətirilir. Eyni qaydada, eyni şey orada. Məsələn, süd məhsulları. Baxırsan ki, adamın ürəyi açılır ki, görün nə qədər bizim yerli məhsul, süd məhsulları var da, xamadır, nə bilim, kəsmikdir, başqaları da hamısı üstündə yazılıb Azərbaycan məhsulu. Onun südün o qurusu, quru süd, xaricdən gəlir. Gəlir burada mayalandırılır, ondan xama, nə bilim, başqa şey alınır. Bu problemdir. Bu ciddi problemdir. Biz özümüzü aldadırıq. Sanki bazarda bir bolluq abu-havası yaranır ki, yerli məhsul çoxdur, istehsal çoxdur. Amma faktiki olaraq o yerli məhsul deyil. Niyə bu problemdir? Çünki sabah sənə xam malı satmasa nə olacaq? Satmadı da. İndi bir problemdir. Onsuz da dünya tarix müharibələri qızışır da Trump gələndən sonra. Bizdən biri də indi bir sanksiya qoydu ki, mən satmıram, mən çay satmıram. Ona nə edəcəyik biz? Bax, buna görə də biz yerli istehsal deyəndə doğrudan da yerli istehsal komponentlərdən istifadə olunan, yerli xam maldan istifadə olunan istehsalın həcmini artırmalıyıq. Bir də boş xəyallardan vaz keçib, elə məhsullar var ki, biz onu heç vaxt istehsal etmədiyimizi, edə bilməyəcəyimizi qəbul edib, ona uyğun vergi və gömrük siyasəti yürütməliyik. Xəyal qurmaq olar. Mən xəyal quran insanlara hörmət edirəm. Amma bu yerini yetirməyəcəksə boş xəyallarla özü və bizi aldatma da onda. Məsələn, o dediyiniz elə gənc ailələrə lazım olan uşaqlar üçün ləvazım. Bəli. Biz yəni eləmirik də, məsələn, bezli istehsal eləmirik, uşaq yeməkləri istehsal eləyə bilmirik və yaxud etmirik. Bilmirəm səbəbini, amma etmirik. Bəs elə bununla bağlı bir sual verim mən sizə. Deməli, biz həm çox vaxt danışırıq ki, boşanmaların sayı artır, ailə institutu dağılır, gənc ailələrə nə bilim məsləhətlər verilməlidir, klassik ailə modeli, yeni ailə modeli. Yəni bununla bağlı müzakirələr çoxdur. Və bunun da kökündə əslində sosial məsələlər olur bəzən. Yəni ailələr dolanmır, yəni uşaqlar, bəli, elə uşaq pulu məsələsi də bəzən bununla bağlı ilə gündəmə gəlir. Bəs maaş siyasəti necədir Azərbaycanda? Yəni maaş artır, amma bir ailənin dolanışığı yenə də düzələ bilmir. Bunun səbəbi nədir? Və ya bu sualın elə içində bir sual da verim sizə. Məsələn, eyni tipli bir 4 şirkətdir, özəl də ola bilər, dövlət də ola bilər, fərqi yoxdur. Hamısında maaş standartdır. Bu necə ola bilər? Bəs bu keçmiş Sovet dövrdə deyil ki, standart olsun da. Mühəndisin maaşı hər yerdə. Yəni amma mühəndisin maaşı A şirkətində də, B şirkətində də, C şirkətində də eynidir. Bu bəs rəqabət mühiti harda qaldı? Bir mühəndisin biliyi bura ola bilər, birininki burada ola bilər. Bəs buna görə maaş fərqi niyə yoxdur? Çox sağ olun, belə doğrudan da dərin sualdır, amma bir neçə yenə də komponentləri var da, bunun ayrı-ayrılıqda baxmaq lazımdır.
Bizdə ümumiyyətlə maaş aşağıdır. Bunu təsbit eləyək. Orta aylıq əmək haqqı bizdə son elan olundu 1151 manat. Bu Qırğızistan, Türkmenistandan götürsək, onları götürüb qayıt kənara qoysa, digərlərindən MDB məkanında ən aşağı maaş, orta aylıq maaş. Yəni, dollar nisbətində Gürcüstanda bizdə 200 dollar daha çoxdur, məsələn, maaş. Rusiyada 500 dollar çoxdur orta aylıq əmək haqqı. Belarusda haradasa 180-190 dollar çoxdur. Yəni, maaş aşağı. Bunu təsbit eləyək, qoyaq qırağa. Niyə aşağıdır sualına cavab gəlsə, rəqabətli iqtisadi mühit və iqtisadi sistem olmalıdır ki, maaşlar artıq olsun da. Yəni, bir mütəxəssisin üzərində ov getməlidir. Ov eləməlidirlər ki, o mütəxəssisi mən cəlb eləyim. O zaman maaşlarda rəqabət yaranır ki, gəl sən məndə işlə, o deyir, yox sən məndə işlə, maaşlarda artım gedir. Bu, özəl sektora aiddir. Dövlət sektorunda yanaşma fərqlidir. Dövlət sektorunda çox qəliz bir sistem qurulub. Yəni, rütbəyə görə, staja görə, dövlət qulluğunda, fəaliyyətə görə. Bunlar ola bilər ki, öz məntiqi var. Açıq, mən başa düşmürəm o məntiqi. Məsələn üçün, mənim var 30 yaşım, amma işə yeni başlayan bir 20 yaşında işçi məndən qat-qat savadlı ola bilər, bacarıqlı ola bilər. Əlbəttə. Mənim gördüyüm işi, mənim 2 günə gördüyüm işi o 1 saata görə bilər. Yəni texniki baxımdan da, nə bilim, nəzəri baxımdan da savadı yüksək ola bilər. Ya bu niyə bəs standart maaş? Onu deyirəm də, yəni bizdə o rəqabətsizlik mühiti gətirir maaş bərabərliyinə gətirir. Bərabərlik heç də həmişə ədalət demək deyil. Bizdə sosializmdən qalan bir yanaşma var idi, hamı bərabər olsun. Ondan yanlış yanaşma yoxdur. Niyə hamı bərabər olmalıdır ki, kimin bacarığı nədirsə, kimin qabiliyyəti nədirsə, ona uyğun da həyat tərzi olmalıdır da. Yəni, bərabərlik ədalətli olmaq demək deyil. Bizdə hələ də o prinsipin bəzi elementlərini biz görürük açıq. Bir də bizdə maaş və belə deyək, əmək haqqı həcmində bilik və bacarıqların payı o qədər də çox deyil. Özümüzü aldatmayaq. Deyil belə. Yəni o deyil. Yəni o deyil ki, hə sən hansısa bir məsələn Amerikada universitet qurtardın ya Bakıda universitet qurtardın. Sənin bilik və bacarıqlarının fərqi çoxdursa, maaşda da bu həmən öz əksini tapmalıdır. Elə bir şey yoxdur. Bizdə başqa dırnaq içində ənənəvi üsullar önə çıxır. Tanışlıq, qohumluq, hardasa kiməsə güvənli olması, güvənməsi məsələn. Tabe olan işçiyə daha çox maaş verirlər. Bəli, biliyi olana. bəli, tamamilə doğrudur. Yəni bu ənənəvi dırnaq içində yenə təkrar edirəm. Ənənəvi Azərbaycan sayağı üsullar önə çıxır və maaş bazarı, əmək bazarı bizdə həddindən artıq qeyri-proporsionaldır. Ümumiyyətlə, məndən olsa tamamilə yeni bir sistemin qurulmasına burada ehtiyac var. Yəni, doğrudan da əmək bazarı bizdə disproporsiya həddindən artıq çoxdur. Və bu da rəqabətli mühitin zəif olmasından qaynaqlanır da. Bizdə, yəni, bu həm də onu göstərir. Əmək tək kasıb, yəni, az maaş alan, az dolanan insanlarla yox, həm də çox maaş alanlarla da ölçülməlidir. Məsələn, bizdə rəsmi milyonçu yoxdur. Hələ də yoxdur. Bizdə yüksək maaş alanların siyasi sanki dövlət sirridir, bu gizlədilir. Halbuki bu normaldır. Dövlət şirkətidir. Mən özüm soruşmuşam ki, maaşınız nə qədərdir? Deyir, bu kommersiya sirridir. Nə kommersiya? Mənim vergimlə maaş alırsınız. Siz nə kommersiya sirri ola bilər ki? Yəni, bu nöqteyi nəzərdən bizdə əmək bazarının özü də, əmək haqqı bazarının özü də kifayət qədər balanslar, ayarları pozulub və bunun bir dizayn edilməsinə ehtiyac var. O ki, qaldı sizin qaldırdığınız digər məsələlərdə, sosial problemlərə görə ailələrin dağılması və s. Burada iki yanaşma var. Birincisi, xanımlarımız özünü təmin etməsi artdıqca, müstəqilliyi artdıqca, bəli, ailə institutunun təməlləri dəyişir. Bu yaxşıdır, pisdir, hərə özünə görə cavab versin. Mən heç kimə istiqamət verə bilmərəm. Mənim üçün pis deyil. Yəni, xanımlar özgüvənli olmalıdır, pul qazanmalıdır, asılı olmamalıdır. Yəni, bunun bir təsiri var. İkinci məsələ ondan ibarətdir ki, bizdə mənzilə çıxış fetişi var. Mən buna imkansızlığı demirəm, imkansızlıqdır, bəli. Mənzilə çıxış imkanı çox zəifdir. Çox bahadır bizdə. Amma bu bir fetişə çevrilir. Hamı istəyir ki, mənzili olsun da. Məsələn, siz Amerikanın statistikasına baxsanız, Amerikada əhalinin hardasa 26% öz mənzilində qalır. 74% kiraya yaşayır. Heç bundan kompleksə girmir. Bəs ümumiyyətlə necə olmalıdır? Yəni biz
Kürədə qalmaq pis bir şeydir yoxsa yox, belə deyim. Baxır sən gəlirlik və planlar var. Amerika düzdür, Azərbaycanla müqayisə olunmaz. Çünki başqa bir planetdir də, ölkə də deyil. Yəni çox böyükdür. Yəni insan da fikirləşir ki, bu gün mən Seattle-da yaşayıram, sabah Los Angeles-də iş tapa bilərəm. Olsa bu birisi gün Minneapolis-də, sonra Minnesota-da, bütün Alaskaya da gedib çıxa bilərəm. Yəni mən niyə ev alım bir yerə bağlı olum? Bizdə də bir dənə Bakıdır. Burada da kirayə qiymətləri maaşın 70%-ni Əlbəttə, ötür. əlbəttə. Adam bilmir ev alsın yoxsa. Ümumiyyətlə bizdə ev almaq daha sərfəlidir yoxsa kirayədə qalmaq? Məntiqlə ev almaq. Çünki indiki şəraitdə ev almaq, ona görə bizim insanlarımızın çox gözəl orqanik ağlı var. Savadla ağıl fərqli-fərqli şeylərdir. Ağıl mağara dövründən bəri çox az dəyişib. Savad çoxalıb, informasiya çoxalıb. Bizim insanlar çox ağıllıdır. Onlar düşünür, baxır və qərar verir ki, qardaş, birincisi investisiya üçün başqa alət yoxdur. Mən hara investisiya eləyim? Qiymətli kağızlar bazarı yox, birja yox. Neyiniyim? Mənzil alın. Ona görə yüklənirlər mənzilə və mənzilin qiyməti ona görə artır. İkincisi, Sovetdən qalma bir yanaşma var. Soveti çox tənqid eləmək olar səhərdən axşama qədər, amma bir yaxşı işi var da, o da pulsuz mənzil paylayırdı deyək. Növbəyə dururdu. İnsanların, bizdəki indi mənzil sahiblərinin yarıdan çoxu Sovet vaxtı mənzil sahibi olanlardır. İndi onların övladları mənzil sahibi ola bilmir. Bəli. Birinin 2 oğlu var, gedir ya kirayədə qalır, ya da masazırda ev alır, suyun içində batır. Elə, tamamilə doğrudur. Amma postsovet ölkələrinə və Şərqi Avropa ölkələrinə baxanda çox qəribə bir mənzərə orada da var, eyni qaydada. Çünki Qərbi Avropa ölkələri ilə oradakı ölkələrin yaşayan insanları müqayisə eləsək, özəl mənzili olanlar Şərqi Avropada çoxdur. Məsələn, Rumuniyada çoxdur, Macaristanda çoxdur, Polşada çoxdur, Bolqaristanda ümumiyyətlə 80%-dən yuxarı. Bunlar da demək olar keçmiş sosialist ölkələr. Yəni onlara da paylanılıb, sonra özəlləşdirilib, şəxsi mülkiyyətə çevrilir. Bizdə də o fetiş var, deyək ki, mənim mütləq mənzil, mənim övladımın mənzili olmalıdır. Hər şey bir yana mənzili olmalıdır. Ya mənim mənzilim. Bu fetiş qiyməti artıran faktorlardan birinə çevrilir. Yəni insanlar deyir, mütləq mənzil almalıyam. Onları da yenə təkərəm, qınamıram, ağıllıdırlar, baxırlar bazardakı vəziyyətə, gedişata baxırlar ki, mənzilim varsa heç olmasa mən kirayə pulundan canım qutarar, kirayə ödəmərəm. Bir, ikincisi, heç olmasa kirayəyə verərəm. Yəni 5 manat, 10 manat da oradan qazanan. Başqa heç bir yerdə mən zaten vəsaitimi, qiymətli kağızlar bazarı yoxdur ki, gedim səhm alım, səhm satım. Məsələn, Türkiyədə 11 milyon insan Türkiyə birjasının iştirakçısıdır, adi vətəndaşlar. Onun 4 milyonu qızıl və kripto birjadadır, 7 milyonu səhm bazarındadır. Alır, satır, qazanır. Onun yəqin ki, Türk kanallarında reklamları görürsünüz də. Bütün bankların öz applicationları, o tətbiqləri var o birjalarda işləmək üçün. Bizdə yoxdur, heç nə, alət yoxdur. 5 manat olan... Bizdə banklar niyə bu şeyə getmir? Yəni çünki bizdə bank deyəndə ağla gələn nədir? Kredit versin, faiz qazansın, başqa bir mən görmürəm. Bizdə banklar 19-cu əsrdir, heç 20 də deyil ha. Çünki 20-ci əsrdə artıq banklar investisiya mərkəzinə çevrilməyə başladı dünyada. Bizdə 19-cu əsrdir, depozit götürür, kredit verir. Və salam. Depoziti götürür 10%-lə, krediti verir 15%-lə, 20%-lə, neçə faizlə. O faiz nisbətindən də pul qazanır. Bankların mı tək günahıdır? İnsafən yox. İnsafən yox. Yəni, banklar da istəyər investisiya mərkəzinə çevrilib daha çox pul qazansın da. Amma yenə gəlirik o başqa məsələyə ki, hara investisiya eləsin? Nəyə investisiya eləsin? Gedəcək torpaq alıb bina tikəcək də. Çünki ən gəlirli, rentabelli sahə hələ ki odur. Yəni, bunun da təşviqlərlə olmalıdır, bunun qiymətli kağızlar bazarı olmalı. Bizdə bazar iqtisadiyyatının institutları yoxdur, adı var, bəli. Amma institusional olaraq hələ biz oturuşmayıq bazar iqtisadiyyatı. Bazar iqtisadiyyatı birjadan başlayır, səhmdən başlayır. Bazar iqtisadiyyatı üzən məzənnədən başlayır. Yoxdur bunların, bu institutların heç biri olmayandan sonra bazar iqtisadiyyatının da belə deyək, elementləri olmayanda neynəsin bank? Bank baxır, riskləri hesablayır, deyir ki, yaxşı, mən ən yaxşısı elə telefon krediti verib qazanıram da. 6 aylıq gəlir 25%-lə, 24%-lə məndən kredit götürür. Bu nəyə pisdir ki? Mən niyə başımı ağrıdım? Mən gedib zavoda investisiya qoyum, fabrika açım. Nəyimə lazımdır? Bax, bu sistem, bəsit iqtisadi sistem oyunçuların davranışlarına təsir edir də. Siz mürəkkəb iqtisadi sistem qurmağa çalışmalısınız ki, müxtəlif alətlər yaransın və bu müxtəlif alətlərin cəlbediciliyi artsın. Biz bugünə qədər hələ qiymətli kağızlar bazarını yarada bilməmişik. Bizdə səhmdar cəmiyyətlər var.
səhm bazarı yoxdur. Yəni bu dividend alan yox mu? Eşitmisinizmi ki, kimsə səhmdardır, dividend alır. Amma məsələn mən Və Türkiyədən insanlar qorxur biraz. əlbəttə. Türkiyədə mən onlarla elə tanışım var ki, səhmdardılar. Qoçun səhmlərini alıb, nə bilim, Sabancının səhmlərini alıb, nə bilim, son vaxtlar Aselsanın səhmləri populyardır, onların səhmlərini alıb ildə bir Şərik olurlar, orada ildə qazanc bir dəfə də əldə edirlər. dividend götürür də. Hər səhmin, məsələn deyirəm də, $10, məsəl üçün deyirəm, $10 səhmi var, $1 illik bunun qazancı var. Gedir o $1 hər ay ya ildə bir dəfə pulunu götürür. Bizdə bu alətlər yoxdur deyə bu mənzilə hücum eləyir hamı. Torpaq mənzili, o məşhur bir deyim var idi ki, istənilən orta statistik Azərbaycanlının bir arzusu var da, 3 sot torpaq, 2 kamaz daş. Bax bu arzumuzdur da, belə torpaq, təsara aldıq, bura mənimdir. Bu onun günahı deyil. Onun günahı deyil. O başa düşür ki, başqa cür öz imkanlarını realizə etməyə fürsətlər və institutlar yoxdur. Ona görədir ki, heç olmasa evim olsun. Heç olmasa bir torpağım olsun. Heç olmasa orada nəsə... Ya başıma yağmasın məsələn. Bəli, bəli, başıma yağış yağmaz. Bu kirayə məsələsi də onunla bağlıdır əsasən. Əsasən onunla bağlı. Doğrudan da çətindir də. Məsələn, doğrudan da baxırsan ki, gənc ailədir. 700-600 manat kirayə versə, bu nə qədər qazanmalıdır ki? Yəni maksimum maaş da 1500 məsəl üçün. Kirayəsini versin, özündə o, hətta sonra da övlad planlasın. Necə planlasın onu? Necə planlasın? O məsuliyyətli insan. 2 işdə işləyə bilərdi amma. Onun həyat bir daha ayılacaq ki, beli bükülür. Amma reallıq odur. Elədir, Yəni bilməm. gənclərin bir böyük bir faizi ən azından Valideynlər olmasa, bizdə məsələn o məşhur bir deyim var da, ailə canlılıq, ailə dəyərləri. Mən bunu həmişə demişəm də belə publik çıxışlarımda da. Bizdə bu daha çox iqtisadi münasibətlərdən asılıdır. Məsələn, valideyn övladını niyə yanından buraxmır? Ona görə ki, çox istəyir də. Başqa valideyn, məsələn, İndoneziyada valideyni çox istəmirmi uşağın? Hamı çox istəyir də. Sadəcə o güvənmir gələcəyə, alacağı təqaüdə güvənmir. Yəni övlad gedəndən sonra onun bir iqtisadi azadlığı olur, ona inanır. Güvənmir ki, mən o təqaüdlə dolana bilməyəcəm, yanımda ol. Övlad da gedə bilmir yanında. Niyə? Çünki öz başına ev ala bilmir. 30 yaşına qədər ev ala bilməyəcək, maşın ala bilməyəcək, evlənə bilməyəcək. Evlənəndən sonra da ayda bir dəfə bir qaynanadan bir toyuq gəlir. Əlbəttə 2 kilo ət gətirir. Yəni o əl-ələ verib yaşamaq prinsipi. Əlbəttə, amma bunun da adını biz qoymuşuq ailə dəyəri. Ailə. Əslində bu iqtisadi inkişafın azlığından yaranan bir prosesdir. Kasıblıq əlamətidir, iqtisadi münasibətlərin. Bir sözlə kasıblığımızı boynumuza almırıq, adını qoyuruq ailə dəyəri. Yaxşı bir şey uydururuq da özümüzdən. Yaradıcı millət. O demək deyil, bizdə ailə dəyərləri yoxdur. Əlbəttə bizdə ailə dəyərləri də var, ailə canlılıq da var, valideynə hörmət də var, başqalarına nisbətən övladın gələcəyinə bağlıdır. Amma o demək deyil ki, bu Amerikalı 16 yaşında uşağını evdən qovursa, o demək deyil ki, o vəhşidir, uşağın adam başından deyil. keçir. O sadəcə güvənir də, deyir ki, özümə də güvənirəm, mən yaxşı təqaüd olacağam. Bu da getsin həyat öyrənsin. Əslində Mən əlindən tutum nə qədər aparım bunu? Onların o hərəkəti mirası böyüdür. Əlbəttə, tamamilə doğrudur. Yəni deyir ki, get özünə gün ağla. Çünki o bilir ki, ağlı başındadırsa, oxuyubsa, səvadı varsa, gedib özünə gün ağlaya biləcək. Bizdə elə deyil axı. Bizdə lap tutalım əla universitet bitirdin, 22 yaşında bitirdin əla qiymətlərlə universiteti. Gedirsən işə düzəlməyə, deyir səndən 5 il staj istəyir. Qardaş 5 il bundan qabaq bunun 14 yaşı var idi. Bunun 15 yaşı var. Neynəsin bu? Hardan alsın o 5 il stajı? Natiq bəy, belə xaricdən danışdıq. Məsəl üçün mən bir dəfə Avropaya gəlin gedən bir Azərbaycanlı xanımla reportaj hazırlamışdım. O İngiltərədəki evlərini 4%lıq ipoteka ilə almışlar. Amma bunlar güzəştli bir ailə deyillər. Sadəcə elə normal bir ipoteka faizi kimi. Bizdə amma güzəştli kateqoriyadır yalnız 4%. Yəni həm ipoteka faizləri, həm istehlak krediti faizləri. Çünki günümüzün reallığında bir 10 nəfərdən bəlkə 7-sinin ehtiyacı var istehlak kreditinə və ya 2 milyon 500 min Azərbaycan vətəndaşının istehlak krediti var. Və ipoteka. Uşaqlı, böyülü hamını saysağa. Və ipoteka ehtiyacları var. Yəni bu faizlər niyə bu qədər çoxdur? Sizin Və ya tanışın deyilənlər mifdimi? Avropada faizlər aşağıda, Azərbaycanda faizlər çoxdur. onu demək istirdim də, sizin o müsahibə aldığınız xanım hələ baha alır. 4% çox yüksəkdir. O niyyədir? Çünki son zamanlar pandemiyadan sonra inflyasiya yüksəldi. Çünki pandemiyanı söndürmək üçün yaradılmış süni problemləri
18 trilyon pul atıldı dünya iqtisadiyyatına. O da inflyasiyanı yüksəltdi, faiz dərəcələrini artırdı. Çünki bütün mərkəzi banklar uçot dərəcələrini qaldırdılar ki, inflyasiya ilə mübarizə aparsınlar. Ona görə, məsələn, pandemiyadan öncəni götürsək, 19-cu, 18-ci ili götürsək, ən yaxşı halda, məsələn, Avropada, Çexiyada mən dəqiq bilirəm, 2% idi, 2,5% idi ipoteka kreditləri. Avtomobil kreditləri ümumiyyətlə çox ucuz idi, 1,5%. Bu güzəştdir. Güzəştdir, adi. Çünki inflyasiyanın səviyyəsini görür, normal inflyasiya səviyyəsi var. Malını satmaq istəyir, kreditlə satışan daha rahatdır, daha asandır. Ona görə də kreditlərə tələbat var və insan da, belə deyək də, kirayədə qalsa ondan daha çox ödəyərdi bəlkə də. Fikirləşir ki, gedim elə ipoteka 20 illik götürüm, elə bir kirayə pulu verərcəsinə 20 ildən sonra da ev mənim olacaq da. Yəni belə bir yanaşma. Amerikada daha ucuz hətta kreditlər var. 1,5% subprime kreditlər var. Yəni bunlar niyə elədir? Birincisi, bunun bir təşviq ayağı da var, dövlət tərəfindən təşviq. Proqram əsasən də Avropada, Avropanın o sosial dövlət layihələri çoxdur da. Əsas Skandinaviyada və yaxud da Şərqi Avropa ölkələrində. Onlar təşviq edirlər bankları ki, sən kredit ver ucuz faizlə. Mən sənin məsələn başqa güzəştlər eləyəcəm. Vergilərində və başqa hesabatlarında güzəşt eləyəcəm. Ki, mərkəzi banklarının uçot dərəcələri çox aşağıdır. Bizdə Mərkəzi Bankın uçot dərəcəsinin iqtisadiyyata transmissiyası, yəni təsiri çox aşağıdır. Mən bunu görüşlərdə, rəsmi görüşlərdə də demişəm, onların rəhbərliklə görüşlərdə də demişəm. Onların da yenə təkrarım, onların da günahı deyil, iqtisadi model belə qurulub. Məsələn, bizdə elə vaxt olub ki, Mərkəzi Bankın uçot dərəcəsi olub 3,7%. Devalvasiyalardan öncə. 11-ci ildə, 12-ci ildə, 13-cü il. O vaxtda istehlak kreditləri 25% idi. Sonra devalvasiya oldu, 15%-ə qaldırdılar uçot dərəcəsini. Yenə 25-30% oldu. Yəni, uçot dərəcəsinin aşağı olması, yuxarı olması birbaşa kredit faizlərinə təsir etmir. Və bu çox pisdir. Deməli, bizdə iqtisadiyyatda haradasa problem var. Problem var ki, o transmissiyanı biz görmürük. Yəni, təsir mexanizmlərini görmürük. Avropada görürük, Amerikada görürük, burada görmürük. Bu bir. İkincisi, niyə yüksəkdir bizdə həm də kreditlər? Depozitlər yüksəkdir, 10%-dir. Faktiki olaraq siz 10 ildir, Azərbaycan vətəndaşlar 10 ildir dollarla 10%-li depozit götürürlər. Depozit gəlir götürürlər. Niyə bunu faktiki olaraq deyirəm? Çünki manatın məzənnəsi dəyişmir artıq. 16-cı ildən bəri, düzdürmü? Siz 10 ildir, elə bil ki, manatla qoyduğunuz, elə bir dollarla qoyursunuz. Nə fərqi var? Elə 1,70-dir də. Dünyanın hər arasında dollarla 10%-li depozit gəliri var. Yoxdur. 2%, 3%. Yaxşı, niyə var? Depozitlə niyə bu qədər böyük gəliri var? Çünki Mərkəzi Bankda hökumət danlayır ki, faizləri aşağı qoysun, məsələn 3% qoysun. Depozit faizi. Onda kredit. Mərkəzi Bankın uçot dərəcəsinə təsir eləməyəcək, amma depozit faizi təsir eləyə bilər. Depozitlər 3%-ə düşsə, krediti 5, 6, 7, 8, 9 bu faizlərlə almaq olar. Amma niyə yüksəkdir? Çünki 3% olsa, bank sisteminə güvən o qədər də güclü deyil, yumuşaq desəm, heç kim saxlamayacaq. Gedəcək dollar almağa. Manatla heç kim pul saxlamayacaq. 10% elədilər ki, insanların manata güvəni artsın, heç kim valutaya qaçmasın. Azərbaycan vətəndaşı dili necə deyirlər, neçə dəfə yanıbsa, əlinə 500 manat da düşəndə gedirdi 300 dollar alırdı. Halbuki sabah onun 100 dollarını xırdalayıb xərcləyirdi. Amma düşünürdü ki, sabah başıma bir iş gələr, manat dəyərdən düşər. Gedirdi həmişə dollara da baskı, valutaya da baskı yaranırdı. Mərkəzi Bankın ehtiyatları, neft fondunun ehtiyatları azalırdı. Əsasən də Mərkəzi Bankın ehtiyatları azalırdı daha doğrusu. Amma ona görə də depoziti qaldırdılar 10%-ə ki, insanların manata güvəni olsun. Hamı gətirsin banka 10%-lə depozit qoysun. İndi bank da 10%-lə depozit götürəndə bunun neçə faizlə kredit verməlidir ki? Ən azı bir 15-16 ilə verməlidir ki, xərclərini ödəsin, vergilərini ödəsin, maaşını ödəsin. Bütün bunlar gətirir kreditlərin faizlərinin yüksək olmasına səbəb olur. Nə etmək olar? Biz dəfələrlə bu haqda danışmışıq da. Ölkədə zaten 2 dövlət bankı var. Bunun kənara qoyub, o özləri işləsin, yaxşı da işləyirlər. Yəni, institusional olaraq yaxşı işləyirlər. Ayrıca 2 dənə bank yaratmaq olar da. Bir aqrar sektorla məşğul olan.
Bir də investisiya ilə məşğul olan. İnvestisiya deyəndə mən insana qoyulan kapital da investisiya sayıram da. Gənc ailəyə sən kömək eləyirsənsə investisiya qoyursan. Ən azından bu ölkədən getməyəcək. Bu çox ciddi problemdir axı. Ölkədə doğuş sayının məsələn kəskin azalmasının səbəbi bir tək uşaqların doğuş sayının azalması deyil. Həm də reproduktiv yaşda olan insanların ölkədən köçməsidir. Kəskin şəkildə köçməsidir. Və bu ciddi problemdir axı. Bizdə doğuş koeffisiyenti 1.4%-ə düşüb. Daha doğrusu 1.4-ə düşüb. Bu çox aşağı göstəricidir. 91-ci ildə Azərbaycanda 192 min uşaq dünyaya gəlmişdi. Keçən il 94 min. Həm də artıq insanlar birdən artıq uşaq O vaxt 7,4 milyon idi, indi 10 milyon var. Tamamilə haqlısınız. İnsanlar gələcəyi görmədiklərinə görə planlaşdırmırlar. Amma bir tək o deyil. Ölkədən kütləvi köç var. Gənclər köçür. Əvvəl Rusiyaya köçürdülər. Gedib bazarda, zadda bir yerdə başlarını dolandırdılar. İndi yox, indi bizim maşallah gənclərimiz ağıllıdır. İngilis dilli, fransız dilli, alman dilli, öyrənirlər xarici dilləri. Bütün günü bu işlərlə məşğul olur, gedirlər. Gedirlər və onlar da Avropalılardır əsasən. Miqrantların içindən keyfiyyətlisinə daha çox önəm verirlər ki, dili bilir, inteqrasiya olunur, gəlir bir əməyi var. Mesela bizim həkimləri almanlar qapırlar. Kim alman dilini öyrənir, gedir həkimlər. Biz axı bu dövlət olaraq da, valideyn olaraq da, xalq olaraq da bunlara yatırım qoymuş. Beyin köçü. Əlbəttə bunlara dövlət də yatırım qoyub. Dövlət məktəbdə 11 il oxudub, bu pulsuz. Bəli. Universitetdə pulsuz oxuyubsa, bu da xərcdir, xərcdir. Valideyn yazıb, buna müəllim tutub. Nə bilim, hələ mən geyimini, yeməyini demirəm də, valideynin borcudur, yəni onu kənara qoysa. En azından bilik vermək üçün. Bir 7-8 müəllim tutubmu? Bəzi valideynlər 6-cı, 5-ci sinifdən başlayırlar müəllim tutmağa. Təhsili, idmanı, sağlamlığı. Əlbəttə, hamısı bunlar yatırımdır axı. Bəli. İnsan da öz bədənində və beynində bir 50-60 min, 70 min dollar bugünə qədər qoyulan yatırımı götürür, çıxır, gedir Almaniya. Bu problemdir axı, ciddi problemdir. Və hətta mən sizə bir məsələni deyim, bəlkə heç eşitməmisiniz. Son dövrlərdə qarşıma çıxır, imkanı olan insanlar, yəni normal imkanı olan insanlar, doğuşuna məsəl üçün bir ay yarım qalmış, Amerikaya köçür. Valideynli, o çoxdan var. Yəni, orada vətəndaşlıq birbaşa almaq üçün. uşaq artıq, yəni gözləmirlər o siz dediyiniz vaxtda. Birbaşa artıq uşaq doğulduğundan. Yox, var idi. İndi Amerika... hər insanın elə imkanı çatmır. Çatmır, amma çatandan artıq eləyir. O Fransada da var o qayda, Britaniyada var o qayda, Skandinav ölkələrində də var o qayda. Məsələn, Skandinav ölkələrində orada doğulan uşaqları sən ölkədən deportasiya eləyə bilməzsən. O da bir zəncir yaradır axı. Uşağı deportasiya eləyə bilməzsən, məntiqlə valideyni də eləyə bilməzsən də. Yəni uşağı saxlayıb valideyni qova bilməzsən axı. Yəni bax belə qaydalar var. Bəli, insanlar bundan istifadə eləyir. Və mən çox ürək ağrısı ilə görürəm bunu. Gənclərlə danışanda 10 nəfərdən 7-si ölkədən köçmək istəyir. Bu çox belə faciəvi bir haldır. Çox faciəvi bir hal. Biz hələ bunu hiss eləmirik. Biz bunu 5 il, 10 il, 15 ildən sonra çox pis hiss eləyəcəyik. Biz təqaüd verə bilməyəcəyik. Bizdə çünki sosial dayanışma və nəsillər arası dayanışma prinsipi var da. Bugün biz işləyirik, yaşlıların təqaüdünü veririk. Sabah biz qocalanda altdan gəlməyəcək gənc nəsil. Doğuş 94 mindir. Amma o bizdən öncəki doğulanların vaxtında 194 min idi axı. 91-ci ildə. Məsələn, 91-ci ildə 194 min uşaq doğulub. Onlar tutalım 65 ildən sonra çıxdılar təqaüdə. Onların təqaüdə çıxdığı illər gəlir. Haradasa çıxır 2040-2050-ci illər. Və indi doğulanlar da o vaxt işləməyə başlayacaq. Amma işləyənlərin sayı olacaq məsələn 70 min, təqaüddə olanların sayı olacaq 170 min. Bu da dövlət büdcəsinə əlavə zərər. Əlbəttə, böyük yük yaradacaq, Məcbur böyük özləri problem verəcək yaradacaq. təqaüd. Bugün onu görmək. Bizə dövlət institutunun belə deyək də, özəlliyi həm də ondan ibarətdir ki, o en azından bir 5, 10, 15, 20, 25 illik proyeksiyalar qurmalıdır da, modellər qurmalıdır. Bugün bu problem bugün varsa, 10 ildən sonra bu problemi başqa hansı formada biz görəcəyik? Bunların modelləri çox sadədir, əslində belə qəliz də deyil. Modelləşdirilib ortalığa qoyulmalıdır ki, qardaş, bizdə problemlər bunlardır və bu bir müddətdən sonra başqa problemlər yaradacaq. Turizmlə bağlı bir sualımız var. Aha. Deməli,
problemlərdən danışdıq. Bizdə Gedənlərdən danışdıq, indi gələnlərdən gələnlərdən danışaq. danışaq. Fürsətlər, imkanların bol olduğu sahələrdən biri turizmdir. Dağ var, dəniz var, çay var, meşə, hər şey var, yəni bu sektora inkişaf etdirmək üçün. Amma nədənsə qonşu ölkələr, məsələn Gürcüstanla müqayisədə bizdə bu sektor o qədər inkişaf eləmir. Gürcüstan var 3 milyona yaxın əhalisi, qəbul edir 6 milyon turist. Bizim var 10 milyon əhalimiz. Biz 1 milyon turist qəbul edəndə sevinirik ki, bu il statistikalar yüksəkdir. Bunun səbəbi nədir? Bu sırf turizm sektorunu biz niyə inkişaf elətdirə bilmirik? Birincisi, bu quru sərhədləri bağlı olan ölkədə turizm inkişaf eləyə bilməz. Aha, Bu bu amma 2020-yə qədər açıq idi yəni. Amma 19-cu ildə də bizdə 2,4 milyon turist oldu. Tarixi maksimum yaşamış. Düzdür, Gürcüstandan yeni az idi. Ay, müqayisədə yeni az. Amma Natiq müəllim bir məsələ də var da. Bu ərəblərin də sayı azalıb. Onun quru sərhədə Bilirəm azalıb, amma mən sizə tək quru sərhəd deyil təbii. Amma mən quru sərhədlərin nəyə təsir elədiyini mən sizə deyim. yəni bizdən keçib getmək. Yox, məsələn gəlir Gürcüstana. Daha çox Gürcüstan ucuz reyslər var deyə Avropadan. Kutaisiya məsələn. Avropalı turistlər daha çox Gürcüstana gəlir. Və bir turist bir bölgəyə gələndə mən də eləyəm məsələn. Bir konfransa dəvət edirlər bir ölkəyə. Deyirəm, da gəlibmişəm bura. Görüm yaxında nə var, hansı şəhər var, hansı görməli yer var. Gedim oranı da gəzim. Da bu qədər yol gəlmişəm, bəlkə heç bir də bu şəhərə gəlməyəcəm məsələn. Onlar da elə düşünür də. Məsələn, gəlir Avropadan, deyir ki, da Cənubi Qafqazı gəzim, çıxım gedim. Hər dəfə gəlinəsi yer deyil də, bura Barselona deyil, Paris deyil. Və gedir Ermənistana, yol açıq, gedir oranı da gəzir. Gəlir, deyirəm bir dənə də gedim Bakının da Azərbaycan. Özdə daha çox olar, məsələn, internetdə axtarış verəndə çıxır onlarda. Qəbələdə Kişdəki kilsə, orada böyük 2 metrlik insanların qəbri. Çox maraqlı söhbətlərdir də bunlar. Turizm hekayə satışıdır. Birinci sən hekayəni satırsan, sonra turist gəlir. Əslində biz də hekayə ilə zəngin ölkəyik. Əlbəttə, amma hekayəni satmırıq. Sata bilmirik. Biz elə bilirik ki, lülə kabab hekayədir. Lülə kababı sata bilsək, qonaq mütləq bizdə kabab yeyir. Yəni o deyil. Amma gəlirlər ki, sərhəddə keçə bilmirlər. Bunu nəzərdə tutaraq deyirəm ki, quru sərhədlərin bağlı olması turizmə ciddi ziyan vurur. Bu birinci məsələ, qoyduq kənara. İkinci məsələ, bizdə turizm multiplikativ effekt yaratmadı təəssüf ki. Hökumətin əsas prioriteti oldu ki, bahalı otellər zincirləri qurulsun. O da lazımdır. Onun da öz alıcısı var, necə deyərlər. Amma multiplikativ effekt odur ki, xırda home otel konsepsiyaları yaranmalıydı da. Məsələn, tək Tiflisdə 700-dən çox hostel var. Bəli. Bakıda nə qədər, Azərbaycanda nə qədər hostel var? Bir barmaqla, bir əlin barmaqla. Hostel mədəniyyəti də yox. Saymaq olar. Və yaxud da home otel konsepsiyası. Bir neçə layihə oldu, məsələn, Şəkidə oldu, mən bilirəm. 2 dənə evdə deyəsən elədilər onu. Sonra dayandırdılar. Amma Gürcüstanın özündə götürür. Minlərlə kiçik otellər var da, 6 nömrə, 5 nömrə, 7 ailədir, bir ailədir, idarə edir. Avropada da çox geniş ailə. Çox. Bu həm də ailə iqtisadiyyatını inkişaf elətdirir. Əlbəttə. 10 manata, 15 manata bir belə deyək də kapsul. Gürcüstanda əhalinin 27%-i birbaşa və dolayı turizmdən pul qazanır. Bizdə turizmdə sektorunda çalışanların ümumi sayı 20 mini keçmir. Gürcüstanda 27%'dir. Bu da 4 milyonluq əhalini götürsək, görün 1 milyona yaxın insan eləyir də. 1 milyondan da hətta biraz çox. Bizdə 20 min insan çalışır. Niyə? Gürcüstanda bu rəqabətli mühitə bağlıdır və insan təşəbbüskarlığına bağlıdır. Məsələn, siz bir rayonda dedizək göl var, dağ var, çay var. Oradan da möhtəşəm təbiəti olan yerlərimiz var. Amma siz gəlin bir rayonda bir marşrut açmağa çalışın. Görün neçə yerdən icazə almalı olacaqsınız. Bürokratik əngəllər. Əlbəttə. 50 yerdən siz icazə almalı olacaqsınız ki, o turizm marşrutunu açasınız. Mən demirəm ki, nəzarət olmasın. Nəzarət olmalıdır, təbii. Amma da bu qədər yox da nəzarətə də nəzarət olmamalıdır da ən azından. Amma orada çox rahatdır. Bu ikinci problem. Üçüncü problem bayaq dediyimiz o hekayə məsələsi. Gürcüstanda uydurulmuş hekayələri də satıblar insanlara. Məsələn, Kolxida haqqında dastan var da, qədim Yunan mifologiyasında. Orada qızıl dəri haqqında bir hekayə var, əfsanə var. O Kolxida Gürcüstan ərazisində bir bölgədir. Və indi gürcülər deyir ki, bax bu kənddə olub o qızıl dəri. Gəlib buradan aparıblar, bir kənd tapıblar. Deyiblər, oranı da qəşəng düzəldiblər. 400 min turist qəbul edirlər orada hər il. Bir tək o kənd.
Bizdə elə simvolik yerlər azdır. Əlbəttə, hekayədir də o. Bizdə yox, çoxdur. Amma onun Ayrıca quruculuğu, qurub Hə, saxlamaq. yəni sırf o formada Bəli. Sonra dünyada dekorasiya ən edilmək. birinci şərab istehsal olunan yer. Kim bunu sübut eləyə bilər ki? o Mən də işləyir? ona bu yaxınlarda rast Hə. gəldim o məlumata. Gürcüstandadır. Daşda ovulmuş belə bir ovuqdur. Güya ilk dəfə orada şərab. Güya deyəndə bəlkə də elədir, bilmirəm. Amma bu hekayəni bacarmaq lazımdır, düzəldəsən, satasan. Amma bizdə məsələn bir dildən dilə düşən hekayələr var ki, məsələn İsa peyğəmbərin apostollarından biri Bakıya gəlib. Məsələn, Qız qalasının Qız yanında. qalasının yanında dəfn olunur. Biz bunu özümüz bilmirik düzəməlli. Təsəvvür edirsiniz bunu hekayəyə çevirib, bunun bir reklamını, ağıllı reklamını çəkib, bunu dünyaya satsaq. Nə qədər Avropadan turist gətirmək olur. 1,5 milyard katolik var da, xristian var daha doğrusu, katolik yox, xristian var dünyada. Onların da böyük inanç turizmi çox vacib turizm obyektlərindən biridir, məsələlərindən biridir. Qısaca digər bir sahəyə də fikir bildirsəz yaxşı olar. Avtomobil məsələsi. Bizdə məsələn ölkə əslində qlobal statistikaya baxanda bizim ölkəmizdə avtomobil sayı azdır. Az, Yəni çox az. fərdi avtomobilləşmə statistikasında biz geridəyik. Bəli. Sadəcə Bakıda indi məskunlaşma ilə bağlı, iş məsələlərinə bağlı insan çox olduğu üçün burada biz tıxacı müşahidə edirik. Amma biz şəhərdən kənarda heç bir yerdə tıxac müşahidə edə bilmərik. İndi bu avtomobilləşmə azdır və insanlar üçün bu əlçatan deyil. Yəni bir çox ailə üçün. Bunun səbəbi nədir və bunu aradan necə qaldırmaq olar? Yəni nəzərə alaq ki, bizim daxili istehsalımız da o qədər belə ürək asan deyil və məhduddur yəni. Birincisi bizdə avtomobilləşmə 1000 nəfərə düşdü, statistika belə hesablanır. 1000 nəfərə düşən avtomobillərə görə biz Gürcülərdən, Gürcüstandan 2 dəfə geridəyik. Orada 1000 nəfərə bizdən 2 dəfə çox avtomobil düşür. Yəni sayımızda nəzərə alsaq. Bəli. Ya 1000 nəfərə düşən fərqi yoxdur. Əhali sayının fərqi yoxdur. Hər 1000 nəfərə nə qədər avtomobil düşür? Gürcülərdə 383-dür, 385-dir səhv eləmirəmsə. Bizdə onun yarısı qədərdir, 200-ə yaxındır. Yəni bu onu deməyə əsas verir ki, hələ bizdə avtomobilləşmə gedəcək. Bəli. Yəni daha da artacaq, avtomobilə tələbat artacaq. Amma sizin sözünüzə qüvvət, hər şey Abşerona, Bakı və Abşerona cəmləşib deyə bizdə elə bir təsəvvür var ki, Çoxdur bu. həddindən artıq çox avtomobil var, boğulur bu şəhər. Amma bütün ölkədəki 1,3 milyona yaxın avtomobil qeydiyyatda olan avtomobillərin 1 milyondan yuxarısı Bakıdadır. Ona görə problem var əslində. Problem ona görədir ki, tıxacılar ona görədir. Avtomobilin əlçatanlığı artacaq məncə. Yerli istehsalla bağlı deyil. Bizdə açığın deyim, yerli istehsal yoxdur. Bizdə Həm də yığılma yerli var. istehsal elə olmalı, şaxəli olmalı. Əlbəttə. Məsələn, mən ancaq bir markanın avtomobilinin hər kəs Bizdə sürə yerli bilməz. istehsal olmayacaq. Özümüzü aldatmayaq. Bizim bazar həddindən artıq balacadır. Xarici istehsal, əsl istehsaldan gedir söhbət. Xırda bazarı olan ölkələrdə əhali sayına. Bizim əhalimiz azdır, çox azdır. Və istehsal açmaq marağında deyil. Məsələn, niyə Türkiyədə maraqlıdırlar? Çünki 90 milyonluq əhalidir və logistik mərkəzdə şimala, cənuba, şərqə, qərbə hər yerə maşın sata bilir. 11 məsələn xarici şirkətin Türkiyədə zavodu var. Fiat'ın var, nə bilim, Toyota'nın var, Kia'nın var, hamısının var. Bizdə biz onu eləyə bilməyəcəyik, açığın deyək də, özümüzü aldatmayaq. Bizdə avtomobil istehsalı da deyil, yığılmasıdır. Və o yığılma da bəzi gömrük rüsumlarını ödəməmək üçün həyata keçirilir. Çünki onların əsas müştərisi dövlətdir. Sosial Müdafiə Fondu, Əmək və Sosial Müdafiəsi Nazirliyidir. Onlar alırlar da, bəzi bizdə qanunlara görə əngəlli insanlara, veteranlara avtomobil verilməlidir. Oturub fikirləşiblər ki, bir tərəfdən də pis deyil də, gedib bunu alıb gətirməkdənsə heç olmasa bir 15, 20, 50 iş yerdə yaransın burada. Heç olmasa bunun təkərinə hava vuraq sataq da burada indi. Heç olmasa o mənada pis deyil. Amma biz yerli istehsal eləyə bilməyəcəyik. Hə, xaricdən gətirilməsi olacaqsa, o zaman da təşviqləri artırmalıyıq. Biz də əks yolla getdik. Əvvəl doğru yola başladılar. Dedilər ki, məsələn, hibrid və elektrik avtomobillərə çox ciddi güzəştlər var idi. Amma o da son 3 ildə istehsal olunan avtomobillərə güzəşt var idi. Bunun da məntiqini anlamaq çətindir. Çünki elektrik avtomobillərinin iş prinsipi dəyişmir. İstəyir 5 il bundan qabaq istehsal olunsun, istəyir sabah. Ya daha doğrusu dünən istehsal olunsun. Amma o təşviqlər yığışdırıldı. Bu nəyə gətirdi, çıxartdı? Daxildə həm qiymət artdı bazarda, həm də biz avtomobil parkımız həddindən artıq köhnədir. Bizdə 1000 nəfərə düşən
Allah uzaq eləsin, qəza statistikalarına baxanda ölüm sayları çoxdur, həddindən artıq çoxdur. Niyə? Çünki ölkə avtomobil parkının 60%-i 20 yaşdan qoca. Yəni texniki cəhətdən problemlər. Əlbəttə, məsələn, biz Bakıda görmürük ya o Sovet avtomobilləri, Rus avtomobilləri. Rayonlara girsən, Bölgələr hamısı Jiguli. başqa heç nə görmürsən demək olar ki, onlardan başqa. Onların nə təhlükəsizlik yastığı var, nə təhlükəsizlik kəmər prinsipi var. Dəyən kimi Allah uzaq eləsin, qısa balaca bir qəzada belə ölüm hadisələri artır. Bəs bu dəyişə bilərmi? Onu dəyişmək lazımdır, elə ona gətirirəm. Dəyişmək üçün də təşviq lazımdır da. Dövlət, məsələn, bəzi ölkə istehsalçıları, bəzi ölkələr Azərbaycandan daha az qazanır öz maşınından. Biz elə rüsumlar qoymuşuq ki, Alman bizdən az qazanır. Biz istehsalçıdan Məsələn, görməkdən çox alırıq. 10 ilin maşınını götürək, 5000 dollar o avtomobilin istehsal olduğu ölkədə satış qiyməti. Bəli. 5000 dollar. Amma o bizim ölkəyə gəlib çıxır 30.000 manata. Mən onu demək istəyirəm də. beş O min təşviq dollar olun. Hə, bunu da deyəndə mən bu barədə bir çox mübahisələrim olub rəsmilərlə. Onlar da deyirlər ki, onda cəmaət daha çox avtomobil alacaq. Ay qardaş, bunu avtomobil almağın da sayı məhduddur da. İnsan Azərbaycanda tutalım ki, 10 milyon insan yaşayır. Bunun 2 milyonu avtomobil sürə bilirsə və ya da həvəsi varsa 2 milyondan artıq olmayacaq. Sən neçə eləyirsən elə yenə olmayacaq da. İndi də zaten 1,3 milyona gəlib çatmışıq da. Əksinə təşviq elə ki, cəmaət məsələn Qarabağa köçsün, başqa böyük şəhərlər yaransın, Gəncə milyonluq şəhər olsun, Şəki yarım milyonluq şəhər olsun, Lənkəran yarım milyonluq şəhər olsun. Təşviq eləyək ki, insanlar ora köçsün. Ondan sonra avtomobillərə də bu qədər rüsum qoymağa nə ehtiyac var? Biz istehsalçısı olmaya, istehsalçıdan çox qazanır. Amma məsələn Özbəkistan Chevroleti cəlb eləyib, ora investisiya yatırır və demək olar Özbəkistan şəhərlərində bu marka daha çox var. Əlbəttə, tək Bunu Chevrolet məsələn biz də eləyə bilərik. İki böyük şirkət var orada. Məsələn, daha çox indi biz Çinlə iqtisadi əlaqələri inkişaf elətdiririk. Məsələn, B7 var. Bu yaxınlarda mən eşitdim Türkiyədə zavod tikmək istəyirdilər, Bəli. sonra fikirlərindən daşınıblar. Məsələn, o investorları ölkəyə cəlb eləmək məncə olardı. Yenə təkrarım, investor ölkəyə cəlb eləyəndə siz onlara elə təkliflər verməlisiniz ki, onlar buna razı olur. Çünki investor üçün hamı əlində çıraq axtarır. Hamı investor axtarır. Siz elə təkliflər verməlisiniz ki, o sizin təklifdən yapışsın. Ona görə də birincisi ölkənin əhali sayı, müştəri sayı belə deyək də, potensial müştəri sayı azdır deyə gəlmir. İkincisi də Azərbaycanla bağlı qorxulu hekayələri eşidir, investisiyalarla bağlı, biznes mühitlə bağlı, vergilərin yüksək, rüsumların yüksək olması ilə. Deyir ki, yox, mən gedirəm başqa yerə. Özbəkistana niyə gəldilər? Özbəkistan 40 milyondur. Və orada da 2 böyük zavod tikildi, 2 dənə böyük şirkət tikildi, orada çalışır. Amerikanlar da çalışır orada, Cənubi Koreyalılar da çalışır. İndi Çin də gəlir. Məncə elə yaxşısı bu gömrük rüsumları. Əlbəttə onunla təşviq, yəni yenə təkrar etmək, gömrük və vergi rüsumları olmalıdır təbii. Mən demirəm ki, dövlət ondan dolanmalıdır, ordumuz ondan maliyyələşməlidir, polisimiz maliyyələşməlidir. Bəli. Amma bu o demək deyil ki, siz istehsalçı ölkədən 2 qat, 3 qat, 4 qat pul qazanasınız. Köhnə maşınları gətirməyinə müəyyən rüsumları artıranda məntiqini anladım ki, ekoloji problemləri, təhlükəsizlik problemləri təzəsini gətirin. Ya təzəyə də sən qoyduğun təşviqləri geri çəkdin axı. Olmaz belə. Olmaz. Niyə 5 illik hibrid və elektrik avtomobillərinə Azərbaycanda olmasın ki, güzəştlər, ciddi güzəştlər. Ən azından ƏDV ləğv edilsin. Ən azından. Mesela çox böyük rəqəm də deyil. Belə baxanda böyük bir rəqəm də deyil. Təqribən 500 milyon manatın söhbəti gedir. Biz 40 milyardlıq bir büdcədə 500 milyon o qədər də böyük bir vəsait deyil açıq. Məncə sənin sualın qaldı? Suallarımız. Yox, Əslində Nasib müəllimdən maraqlıdır. Davam edə Amma bilərik vaxtımız azdır. zaten. İnşallah Gələn verilişdə davam gələn edəcək. verilişdə bir də sizi qonaq çağıraraq Təşəkkür davam edərik. Hələlik bizdən bu qədər. Növbəti verilişdə daha maraqlı mövzulara toxunmağa çalışacağıq ki, sizə də maraqlı olsun. Hələlik bu qədər. Sağ olun. Yenidən görüşərik. Yenidən görüşərik.